Azərbaycan ərazilərinin Osmanlılar tərəfindən işğalı. 16-cı əsrdə Səfəvi və Osmanlı dövlətləri arasında uzun sürən müharibələrin ilk mərhələsi 1555-ci ildə bağlanan Amasya sülh müqaviləsi ilə yekunlaşdı. İki türk dövləti arasında sülh münasibətləri uzun sürmədi. Yeni müharibənin başlanması. 1576-cı ildə Səfəvi şahı 1-ci Təhmasibin ölümündən sonra hakimiyyətə 2-ci İsmail 1576-1577-ci illər gəldi. O, dövlətin dayaqlarının möhkəmləndirilməsi, mərkəzləşdirmə siyasətinin həyata keçirilməsi üçün bir sıra addımlar atdı. Şah 2-ci İsmailin bu addımları Qızılbaş əyanlarını narazı saldı və bu səbəbdən Şah 2-ci İsmail sui-qəsd nəticəsində öldürüldü. 2-ci İsmail son dərəcə cəsur və qorxmaz insan idi. O, dövlətin idarəsini tamamilə öz əlinə almağa başladı. 2-ci İsmail Şiə-Sünni məzhəbləri arasındakı ixtilafa son qoymaq istəyirdi, lakin onun sui-qəsd nəticəsində öldürülməsi bu tədbirləri yarımçıq qoydu. Hakimiyyət uğrunda gərgin mübarizədən sonra taxt taca Məhəmməd Xudabəndə 1578-1587-ci illər yiyələndi. Məhəmməd Xudabəndənin dövründə mərkəzi hakimiyyət daha da zəiflədi. Dövlət xəzinəsi boşaldı. Qızılbaş əmirləri ölkəni istədikləri kimi idarə etməyə başladılar. Bu, dövlət idarəçiliyində vəziyyəti daha da gərginləşdirdi. Qızılbaş tayfaları arasında çəkişmələr gündən-günə artdı. Osmanlı dövləti Səfəvi dövlətində yaranmış vəziyyətdən istifadə etmək qərarına gəldi. 1578-ci ildə Osmanlı ordusu Amasya müqaviləsinin şərtlərini pozub Səfəvi sərhədlərini keçdi. Bununla da Osmanlı və Səfəvi dövlətləri arasında müharibənin ikinci mərhələsi 1578-1590-cı illər başlandı. İlk döyüşlərdə Səfəvi qoşunu qalib gəlsə də, sonra vəziyyət Osmanlıların xeyrinə dəyişdi. Çıldır gölü yaxınlığındakı döyüşdə Səfəvilər məğlub oldu. Səfəvilərin məğlubiyyətinin əsas səbəbləri qüvvələr nisbətinin Osmanlı qoşununun xeyrinə olması və Qızılbaş tayfaları arasında birliyin olmaması idi. Hərbi əməliyyatları davam etdirən Osmanlı qoşunu Şirvanı ələ keçirdi. Çıldır gölü müasir Türkiyənin Ərdəhan və Qars vilayətləri arasında yerləşir. Osmanlı dövlətindən asılı olan Krım xanı da 1578-ci ildə şimaldan yürüş edib Şirvana daxil oldu. Səfəvilərin əsas qüvvələri Şirvanı azad etmək üçün hərbi əməliyyatlara başladı. Ağsu çayı sahilindəki Molla Həsən adlı yerdə baş verən döyüşdə Krım xanının qoşunu məğlub oldu. Şirvan azad edildi. 1583-cü ildə Səfəvi qüvvələri Niyazabad döyüşündə Osmanlı Krım qüvvələrini məğlub edib, Dərbəndə tərəf sıxışdırmağa nail oldu. Az sonra Osmanlı dövləti əlavə qüvvələr yeridərək üstünlüyü ələ keçirdi. Nəticədə onların mövqeyi Şirvanda və Dağıstanda qəti möhkəmləndi. Bundan sonra Osmanlı Sultanı Şeybani dövlətini şərqdən Səfəvilərə qarşı müharibəyə başlamağa təhrik etdi. Məqsəd Səfəviləri iki cəbhədə müharibə aparmağa məcbur etmək idi. Yeni ərazi itkiləri. 1585-ci ildə Osmanlı ordusu Səfəvi torpaqlarına yeni yürüşə başladı və Təbrizi ələ keçirdi. Osmanlı Sultanı işğal edilmiş torpaqların onlarda qalması şərti ilə sülh təklif etdi. Şah Məhəmməd Xudabəndənin oğlu, Səfəvi qoşunlarının baş komandanı Həmzə Mirzə, Təbrizin Osmanlı dövlətinə verilməsi ilə razılaşmaq istəmirdi. Mirzə isə Səfəvi dövlətində şahzadələrə məxsus titul. O, şəhəri azad etmək üçün hazırlaşmağa başladı, lakin sui-qəsd nəticəsində öldürüldü. Həmzə Mirzənin ölümündən sonra Səfəvilər dövlətində mərkəzi hakimiyyət son dərəcə zəiflədi. Bundan istifadə edən Osmanlı qoşunu 1586-1589-cu illərdə Azərbaycanın böyük bir hissəsini işğal etdi. Ölkənin şərq sərhədlərində də vəziyyət gərginləşdi. Səfəvi dövlətinin Osmanlılarla müharibə aparmasından istifadə edən Şeybanilər Xorasanı işğal etdilər. Səfəvilər dövlətinin iki cəbhədə müharibə aparmağa məcbur qalması böyük ərazi itkilərinə səbəb oldu.